Başlayaq. Başlayaq. Uşaqlar, salatımızı hazırladıq, hamınız gördünüz. Bu lobsterdir. Yəni, bunlar Kanadada olur ən çox. Atlantik okeanda olur. Təmiz, bir də ki, soyuq suda olur bu. Bunu tutanda diri vəziyyətdə tuturlar. Diri-diri qaynadırlar. Yəni, ölmüş vəziyyətdə bunu qaynatsınız, zəhər keçə bilər də, yəni ətinə. Ona görə bu diri vəziyyətdə tutulub qaynadılır. Ölsə, bunu yemək olmaz. Bildiniz necə? Ona görə görürsünüz, rəngi qızarıb. Bu açıq olur rəngi bunun, tündə olur daha doğrusu. Belə qırmızı rəngdə olur, biraz yaşımtıl olur. Yəni yosununa biraz oxşayan, biraz qaraları da olur, fərqli olur. Bu Kanadaya aid, belə deyək də xərçəngdir. Sadəcə olaraq növü kanadski lobster deyirlər. Növü odur. Bunun yeyilən hissələri qollarıdır. Bir də bu aşağı hissə var, quyruq, bel hissəsi. Baş hissəsi yeyilmir, yəni içindəki əti də yeyilmir, tullanır. İndi başlayacaq bunu hazırlama. Fərqli hazırlama üsulları var. İstəsəz bunu bu variantda ətini çıxardıb, ayrıca pişirib, içini də boşaldıb, ayrıca pişirib, içinə düzüb bu formada verə bilərsiniz və çevirib dolma formasında da deyil, verə bilərsiniz. İstəsəz bölüb verə bilərsiniz. İndi biz bunun içini çıxardacaq, naçinka hazırlayacaq, yəni içliyi hazırlayacaq. O içliyi qatıb, duxovkada pişirəcəyik, ondan sonra çıxardıb salatın yanına qoyub verəcəyik. Qarnir istədiyinizi verə bilərsiniz, düyü də verə bilərsiniz, belə, yəni efsane kartof da verə bilərsiniz. O şey qonağın istəyinə bağlıdır. Amma biz üstünlük veririk salata zada. Nəyə görə? Dəniz məhsullarından biraz salat yüngül gedir və yaxud verə bilərik tərəvəz yanında. Yəni üstünlüyü belə şeylərə veririk. Bunu da təmizləməyin qaydası nədir? Özünün xüsusi qayçısı var. Belə qayçıdan da istifadə eləmək olur. Bir də qırağında biraz əyrisi olur qayçının. Ona keçirdirsən, sındırandan sonra bunu. Sıxırsan, qırılır, içindəki əti çıxardırsan. İndi biz nə edəcəyik? Altından biraz qıracaq, çıxardacaq ətini. Tam ortadan böləcək, o əti də istifadə edəcək içliyinə. Ki, içi tam dolmuş vəziyyətdə olsun. Yəni, bunun bir dənəsini bir pors da verə bilərsiniz və yox, bir dənəsini 2 pors da verə bilərsiniz. Adətən belə deyək də, bunun yarısı bir pors sayılır. Biraz qabığı bərkə olan bir heyvandır da, yəni deyək, balıq növüdür, dəniz məhsullarına aiddir. Adi krevetka kimi deyil, qabığı görürsünüz bərkdir. Ona görə kəsəndə, eləyəndə biraz ehtiyatlı olmaq lazımdır. Elə kəsirsiniz ki, həm sağa, həm sola eyni düşsün, ölçü baxımından. Ən rahat üsulu bunu altdan kəsməkdir. Çünki üst hissəsi qabığı bərk olur. Alt hissəsi isə qarın hissəsi zatdır deyə yüngül olur. Yumuşaq olur daha doğrusu. Kəsmək də rahat olur. Bu formada kəsəndən sonra, görürsünüz aralandı. İndi nə edəcək? Qayçı ilə kəsirik bunu. Bir də görürsünüz içində kürüsü olur. Bir də görürsünüz bu hissələrində kürüsü olur. O kürünü yemək olur, yəni yeyilən də o kürü. Bir də görürsünüz olmur, o indi fərqli olur da, yəni. Niyə balığı yeyilib bundan ilgəndir? Nə bilim valla, o şey. Bax bu hissələri var ha, görürsünüz uşaqlar. Bu hissələri götürürük, bax bu hissələr. Bax bu hissə ən çox yeyiləndir. Bax burada yeyilən bir şey yoxdur. Biraz qollarında var, o da ki, ət kimi sayılmır da, yəni. Növləri çoxdur. Var kamçatski krab, o bir şey lap böyük olur. O adam boyunda da olanı var. Yəni, onun qolları ancaq yeyilir, bədən hissəsindən heç bir hissəsi yeyilmir. Ancaq qolları yeyilir. Onun qolunun qalınlığı bu boydadır. Yəni, onun qayçiləri də çox böyükdür. Yəni, adamı kəsər. Yəni, adamla suda üzbəüz gəlsin, doğrayar adamı. Yəni, elə bir şeydir. Ən bahalı ətdəki o sayılır. Yəni, dəniz məhsullarının içində